Studiyamızda Murad Əhmədov dostlar, Azin Telekomun marketing şöbəsinin müdürü. Xoş gördük sizi. Murad bəy, bu günlərin biz yeməliyik, əlbəttə ki, qidalanmalıyıq, sağlam olmaq üçün məhsullar almalıyıq. Eyni zamanda müasir dövrlə ayaqlaşmaq üçün biz artıq rəqəmsal bir dünyadan da başımız çıxmalıdır. Sima imza digər elektron imzalardan nə ilə fərqlənir və sahibkarlar üçün də xüsusilə üstünlüyü nədir? Çox sağ olun, təşəkkür edirəm dəvət üçün Aytən xanım, Mehman bəy. Sima imzanın üstünlüklərindən danışsaq, texniki tərəfə geçsək daha çox danışa bilərik. Amma ümumiləşdirsək belə deyə bilərik. Sadə dildə desək, rahatlıq və təhlükəsizlik. Rahatlıq tərəfi odur ki, sima imzanı əldə etmək çox rahatdır. Heç bir yerdə getməyə ehtiyac yoxdur və ödənişsizdir. Mən qısa olaraq bunları deyim. Ehtiyac olsa sonra prosesi izah etməyə daha ətraflı məlumat verərəm. Təhlükəsizlik tərəfi isə odur ki, bulut texnologiyası və biometriya texnologiyası əsasında işləyir. Yəni üst alma texnologiyası əsasındadır. Burada da təhlükəsizlik tərəfi ondan ibarətdir ki, sizin imzanı başqasının sizin adınızdan əldə etməsi və ya istifadə etməsi qeyri-mümkündür qanunsuz yollarla. Qanuni yollarla bizim o da müəyyən prosedurlar var. Siz öz imza səlahiyyətinizi, öz hüququnuzu öz əməkdaşınıza və yaxud da etibarnamə qaydasına digər bir şəxsə elektron formada sadəcə Sima imza tətbiqi və ya Sima imza kabineti üzərindən ötürə bilərsiniz. Yəni, ümumi üstünlərdən danışsaq, qısa olaraq bunları ifadə edə bilərik. Bizim artıq Sima imzanın 5 milyondan çox tətbiq yüklənib və vətəndaşlar tərəfindən aktiv istifadə olunur və artıq 2022-ci ildə biz Sima imzanı istifadə verdiyimiz üçün 3 ildən artıqdır ki, vətəndaşlar artıq geniş formada bundan istifadə edirlər bizim Sima imza tətbiqindən. Ona görə düşünürəm ki, artıq istifadəçilərimiz və vətəndaşlar onun rahatlığından kifayət qədər məlumatlıdırlar. Sahibkarlar üçün hansı fürsətlər var? Çünki vətəndaşların istifadəsi var. Bir də biznes məqsədli sahibkarın istifadəsi var. Bu istifadə funksionallıq nə ilə fərqlənir, imkanlar nə ilə fərqlənir? Niyə bir sahibkar bu fürsətdən məhz bu tətbiqdə yararlanmalıdır? Aydındır. Qısa olaraq məlumat verim. Sima imza ilk dəfə yarananda vətəndaşlar üçün yaranmışdı 2022-ci ildə. Çünki biz bazarı araşdırdıq, gördük ki, həmin vaxt bazarda olan alternativ imzalar yalnız hüquqi şəxslər və daha çox dövlət qurumları tərəfindən istifadə olunur. Vətəndaşların elektron imzaları demək olar ki, yox idi və buna görə də qurumlar vətəndaşlar üçün elektron xidmətlər təqdim etmirdilər daha çox. Biz ona görə 2022-ci ilin aprel ayında, fevral ayında ümumi təqdimatı oldu. Aprel ayında isə ilk inteqrasiyamızı elan etdik və vətəndaşlar başladılar Sima imza ilə qurumların, maliyyə qurumlarının, özəl təşkilatların və dövlətin xidmətlərindən istifadə etməyə. Bir il sonra isə biz artıq sahibkarlar üçün, hüquqi şəxslər üçün, belə deyək, şirkətlər üçün imzanı da istifadəyə verdik və bu yaxınlarda ötən ilin sonunda dövlət qurumları üçün də elektron imzanı, rəqəmsal imzanı istifadəyə vermişik. Sahibkarlar niyə istifadə etməlidir? Çünki imzanı əldə etmək üçün asla getməyə ehtiyac yoxdur. Mən qısa olaraq deyim, əvvəlki alternativ dövrdə sahibkardan necə imza əldə etməsi proseduru bəllidir. Müəyyən bir xidmət mərkəzinə getməlisən, sənədlər toplamalısan, nəqələrdə gözləməlisən, bunu təqdim edib gözləməlisən, sonra imzanın sertifikatını aktivləşməyini gözləməlisən və s. Bizim elektron imzanı əldə et sahibkarın Sima imzada elektron imza əldə etmə prosedurunu qısa olaraq izah edirəm. Sima imza tətbiqini telefonuna yükləyir, vətəndaş kimi qeydiyyatdan keçir, sadəcə 10 rəqəmli VÜN-ni daxil edir. Artıq sahibkar imzası hazırdır. Qeydiyyatdan vətəndaş kimi keçir. Bəli, vətəndaş kimi sertifikatınızı yaradırsınız, şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək. Sonra orada kartı sağa sürüşdürüb, belə deyim, sertifikat əlavə edici hissəsi var. Onu klikləyib, VÜN-i yazırsınız, artıq sizin sahibkar sertifikatınız hazırdır. Və hal-hazırda dekabrın 31-nə kimi biz sahibkarlara dəstək olmaq üçün 6 ay pulsuz promo kodu ilə kampaniya keçiririk və vətəndaş sahibkar sertifikatını əldə etdikdən sonra bizim sahibkarlar, biznesmenlər 6 ay pulsuz sözünü yazaraq sertifikatı əldə etdiyi gündən etibarən, promo kodu daxil etdiyi gündən etibarən 6 ay müddətinə, yəni bu gün daxil etsə, gələn ilin təxminən ortasına kimi pulsuz olaraq sahibkar sertifikatı ilə bütün xidmətlərdən istifadə edə biləcək. Burada Dövlət Vergi Xidmətinin New Taxes portalındakı bütün xidmətlər daxildir, müəyyən banklar var, onlarla inteqrasiyamız var, o xidmətlər daxildir, digər dövlət qurumları ilə Simanın sahibkar həllinin inteqrasiyası artıq başa çatıb bir çoxu ilə. O bütün qurumlarla bu işləri apara bilərlər. Bir də sahibkar arasında, sahibkar vətəndaş arasında, sahibkar dövlət qurumu arasında imzalanan sənədləri limitsiz qaydada istənilən vaxt öz telefonlarında sənədi Word, PDF fərqi yoxdur, formatda telefonunda varsa sadəcə Sima tətbiqini daxil edib, orada imzalayıb, bunu digər kommunikasiya kanalları, deyək ki, WhatsApp və digər üsullarla həmin qarşı tərəfə göndərə bilər. Yəni, çox rahatdır, heç bir yerə getməyə ehtiyac yoxdur. Hər şey rəqəmsal qaydada. Özümüz istifadə edirik, bilirik rahatlığını və
kifayət qədər. Baxın, bir məsələni mən istəyirəm siz deyəsiniz. Elə sahibkarlar var ki, nəyə görə deyirəm ki, biz bilirik artıq. Mənim qohum-əqrabamda var sahibkar insanlar. Onların, yəni maşallah, biznesdən yaxşı başa çıxır, amma kompüter bu elektrondan o qədər də yəni başları çıxmır da, nəyisə düzgün orada etməyə bilərlər. O öz səlahiyyətini mühasibə verə bilərmi məsəl üçün? Verə bilər. Bizdə bir müddət əvvəl, bir neçə ay əvvəl biz yeni bir funksiyonluq istifadəyə verdik. Bu tam yenidir və Azərbaycanda bunun alternativi yoxdur. Bu QR paylaşım funksiyasıdır. Bu sahibkarlar üçündür. Həm rəqəmsallaşmadan başqa biz bilirik sahibkarların bəzən o vergi xidmətində və yaxud digər qurumlarda olan maliyyə biliyi də var ki, müəyyən hesablamalar aparmalısan, bəyannamələr hazırlamalısan və s. müəyyən bu vergi işlərindən belə deyək başın çıxmalıdır, tam detallı. Bu işi kimlər görür? Mühasiblər. Alternativ dövrdə necə idi? Sahibkarlar öz imzasını tam olaraq, fiziki olaraq verirdi mühasibə və mühasib özü sahibkarın adına girib sistemə əlavələr edirdi. Dövlət Vergi Xidmətinin bununla bağlı açıqlamaları var. Bununla bağlı dəfələrlə bir çox hallarda cinayətlər baş verib, müəyyən qanunsuzluqlar baş verib və sahibkarın xəbəri olmayıb bundan. Və yaxud da ki, digər bir nüans, mən özüm jurnalist işləyəndə də bundan dəfələrlə rastlaşmışam. Məhkəmələrdə belə işlər çox idi. Başqasının adından imza alıb, müəyyən bir maliyyə əməliyyatı dövrələri eləyib, sonra şirkəti bağlayıblar. Dövlət Vergi Xidmətinə, dövlətə vergini ödəmirdilər. Sonra araşdırma aparılanda gedib axtaranda ki, bu şirkət kimin adınadır? Bu şirkət kimin adınadır və məlum olur ki, hansısa bir Düzqar kənddəki olan adamda heç xəbəri yoxdur vəziyyətdən və s. İndi bizim proses bunu necə, bu prosesi, bu problemləri həll edir. Sahibkar sadəcə və yaxud mühasib Nüvət Access Qovaz portalına daxil olur. Orada Sima imzanın səsində QR şəyə çıxır. QR-ı Sima imza tətbiqi ilə oxudur. Sonra linki WhatsApp-da və yaxud digər bir formada sahibkar atır. Sahibkar artıq o linkə klikləyəndə görür ki, mühasib hara daxil olur, hara keçir. Sahibkar təsdiqi verəndən sonra mühasib onun adına daxil ola bilər. Şirkətlər, MMC-lər isə bizim Sima imza kabinetində qeydiyyatdan keçib öz işçilərini avtomatik görəcəklər və öz işçilərinə müəyyən səlahiyyəti birbaşa kabinet üzərinə ötürə bilirlər. Daha sonra da bu QR paylaşım funksiyonlarına ehtiyac olmur. Bir dəfə siz müəyyən müddət təyin edib öz işçinizə, əməkdaşınıza müəyyən səlahiyyət ötürəndən sonra o artıq sizin adınızdan bütün prosesi görür və bütün proses artıq bu əməliyyata kimin etdiyi bəlli olur. Əvvəlki prosesdə məlumat yox idi. Çünki imza gah sahibkarda olurdu, gah mühasibdə olurdu. Sahibkar deyirdi ki, mühasib edib, mühasib deyirdi, sahibkar edib və s. Amma indi artıq hər şey tam hüquqi yolla, müəyyən loqlarla həll olunur. Murad bəy, nə yeniliklər gözləyir bizi? Çünki bir tətbiqdə yeniliklər olduqca o çox maraqlı tətbiqə çevrilir. Biz, məsələn, mən özüm Sima imzadan müqaviləmə son olaraq qol çəkmək üçün istifadə etdim. Mən notarial, bəli. Yəni, çox az bir müddət əvvəl müqavilə müddətinin artırılması məqsədi ilə yenilədi və qol çəkdim, çox asan. Yəni, gedəsi olmadan kadrlar şöbəsi filan ora bura, yəni bu asan. Nə kimi yenilik gözləyir qısaca? Qısaca deyim, bizim Sima rəqəmsal həllər platformasında 5 məhsul var. Biz Sima imza haqqında daha çox danışdıq. 2 məhsulumuz da Sima Pay və Sima Access-dir. Sima Pay biz dəmir yollarında uğurlu test etmişik. Bir müəyyən kameralar yerləşdirilib. İnsanlar sadəcə yaxınlaşıb kameraya 2-3 saniyə baxdıqdan sonra turniket açılır və keçirlər. Bu proses hazırda davam edir. Sima Access isə binalara giriş-çıxışdır. Yəni, deyək ki, mən bugün burada qonaq gəlirəm. Siz mənim sadəcə film məlumatımı platformaya daxil edirsiniz. Bir dənə kamera qoyursunuz girişə, mən yaxınlaşıram kameraya. Əgər mənə icazə vermişsinizsə, turniket açılır, mən Xəzər TV-yə daxil ola bilirəm. Sima imza tətbiqində isə biz hazırda bizdə Azərbaycanda qanuni əsaslarla yaşayan, daimi və müvəqqəti yaşayış icazəsi olan xarici ölkə vətəndaşları üçün imza əldə etmək hüququ bir neçə ildir var. Biz isə hazırda Azərbaycana gəlmədən xaricdə olan xarici ölkələrin vətəndaşları üçün onların öz pasportu vasitəsilə Sima imzada imza alıb, hüquqi olaraq Azərbaycan dövlət qurumlarına və kommersiya qurumlarına müraciət etmək funksiyonallığını hazırlayırıq. Yaxın müddətdə istifadəyə veriləcək. Artıq bu qlobal bütün dünya üçün yeni bir Sima imza tətbiqi olacaq. Möhtəşəmdir. Çox təşəkkür edirik. Çox sağ olun. Murad Əhmədov, Azin Telekomun marketinq şöbəsinin rəhbəri studiyamızda qonaq idi. Əziz tamaşaçılar, və Sima imza o qədər işləri asanlaşdırır ki, yəni əladır. Təşəkkür edirik.